İmişli rayonunda son illər görülən meliorativ tədbirlər əkin sahələrinin suvarılmasını yaxşılaşdırıb. Belə olan halda məhsuldarlıq da artıb. Görülən tədbirlər Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İmişli su meliorasiya sistemlərinin istismar idarəsi tərəfindən həyata keçirilir. İdarənin əsas vəzifəsi balansda olan suvarma kanallarının lildən təmizlənməsi, hidrotexnik qurğuların əsaslı və cari təmir işlərini yerinə yetirməklə su istifadəçilərini su ilə təmin etməkdən ibarətdir. İmişli rayonu su meliorasiya sistemləri istismarı idarəsi İmişli rayonunda ümumilikdə 58.714 hektar əraziyə xidmət edir. Həmin ərazilərin suvarılması üçün idarənin balansında olan 1176 kilometr uzunluğunda torpaq və beton kanallar mövcuddur. Həmin beton kanallardan 2022-2024-cü ildə ən böyük kanalımız olan Qızılaq və Boztepe kanalı beton üzlüyə alınmışdır. İdarənin balansında olan əkin sahələrindən 7899 hektar pambıq, 13054 hektar taxıl, 32204 hektar yem bitkiləri, 606 hektar digər əkinlər və 4651 hektar həyətyanı sahələrdir ki, bu əkinlərin də suvarılması normalara uyğun olaraq aparılıb. Fermerlər bu il olduğu kimi 2026-cı ildə də əkin sahələrindən bol məhsul gözləyirlər. 22 ildir pambıqçılıqla məşğulam. Bizim əsas gəlirimiz pambıqçılıq üzrədir. Bu illəri bu beton kanalların betonlaşmasıdır, suyumuzun vaxtında verilməsidir. Bizim məhsullarımız çox yüksəlib. Mən bu illəri 55 sentiner pambıq götürmüşəm. Əsas gəlirim pambıqçılıqdandır. Mən inanıram ki, gələcəkdə də bundan yuxarı məhsul götürəcək. İmişli su meliorasiya sistemlərinin istismarı idarəsi rayonun əkin sahələrini suvarma suyu ilə təmin etməklə bərabər İmişli şəhərində su təchizatı və kanalizasiya şəbəkəsinə də xidmət edir. İdarə 10.320 abonentə xidmət edir ki, bundan 10.183 əhali, 137 nəfər isə qeyri-əhalidir. Bundan yanaşı içməli su təchizatı üçün kəndlərdə 21 ədəd modul tipli qurğular quraşdırılıb.